Çok qədim zamanlarda işığın, internetin, televizyon olmadığı dönemdə insanlar bir yığılmışıb, nağıl söyləyib, nağıl dinləyirmişlər. Bu nağıllar keçmişin sirli, sehirli sözlərini öz zamanında daşıyanmış. Gəlin, indi mən də sizə bir nağıl danışım, şad nağıllar danışım. Görək keçmiş zamanlarda kəlbir kəsən kişilər, fərratlar, xosroflar, şahlar, ruhanlar necə yaşarmış. Beləliklə, biri var imiş, biri yox imiş. Şam şəhərində xeyli qadar bir kişi vardı. Bəri kimi, dil kimi, cəmaatdan qatardı. Toxuyardı özünə yaşlı otlardan çölmək, o rudi qazanardı, hər gün kəlbir kəsərək. Öz işi ilə məşğulkən, bir gün o qoca kişi vərəyib əl ilə bir daha artdı işi. Birdən-birə bir gözəl oğlan göründü gözə, qocanın qarşısında durub başladı sözə. Gəldi səndən bir qarın, çörək kəsir yeməzlər, bu torpağın qəribi yansın deyə oda at. Başqa bir sənət tapıb, işlə muradına çat, nə vaxtədək zəhmətlə, daş kəsək ələcəksən, sudan palçıqda əllər, nə hasil edəcəksən. Qocalsan tut özünü, ahıllara bərabər, cavanların işini, cavanlara da qaytar. Cavansan belə, cahillik etmə, əl çəkər sözlərdən mən ağıl öyrətmə. Onun üçün öyrətdim əlimi bu sənətə, bir gün sənə əl açıb, düşməyin xəcalətə. Mən bir kəsər deyiləm, həzinədən ötürür dac, əlimi zəhməti ilə toxdur gözümdə ilac. Məni bu ruzu üçün, günahkar sayma bəsdir, düşünsən bilərsən ki, dediklərin əməsdir. Gözəl olan sarsıdı qocanın bu səsindən, orada durmadı getdi, yaş axıdı sözündən. Dünya görmüş adamdır, söylədiyim bu qoca, öz işiyle hamının gözündə olmalı. Oğul sözlərimə yaxşı qulaq as. Ata nəsihəti faydasız olmaz. Nə hiləgər, nə də vicdanlıdar ol. Hal bilən, hal duyan bir sənətkar ol. Bir elmi öyrənmək istədikdəsən, çalış ki, hər şeyi kamil biləsən. Kamil bir palatı olsa da insan, yaxşıdır yarımçı papaqçılıqdan. Məndən söyləmək deyil, səndən eşitmək, bir insan əli boş gəzməsin gərək. Adamsan cavan, dost diyarında, o diyardan sənət var, rəba alayıb canı satırlar. Canı satmaq icazət deyil, aşiq ürəkdə bu əzət deyil. Ürəkdəndir çəkdiyim bu qəm, ürəkdədir, candan aşiqəm. Əzizdir meşki şirinim, onu candan bilirəm şirin. Aytək, onu gecə görürsən, yuxur gəlsə yataram mı mən? Qəlbin onu unudar açam, torpaqlara yatdığım zaman. Qədəm qoysan sən otağına, baş qoyaram mən ayağına. Yaralasa gözünə gəl, o birini də verərəm gedə. Biri ona əl gözəcək, daş da olsa bir dəmir yeyər. Əlin onun yetişməz axır, ayı geldən görbaş yaxşıdır. Varlığı istəsə birdən, başı yalvararaq tez verərəm mən. Keç söyləsə başından haman, başı verərək çıxaram borca. Dostluğu et özündən kənar, heç belə iş görərmi dostlar? Arxayın ol bu xəyalxandır, arxayınlıq mənə haramdır. Gəl əl götür, səbrə ver qərar, heccaz üçün səbr etmək olar. Hansı qəmdir səni qorxudan? Ancaq hicran qorxudur məni. İstəyirsən dünyada həmdən, özümü də heç istəmirəm. Şah cavab tapmadı, Fərhada artır. Gördü məsləhətdir, bitsin danışır. Həzarata dedi, tabu cünəcən. Belə hazır cavab görməmişəm mən. Madəm ki, qızıldan qaçdı çəkindi, daşla sınayarı biz onu indi. Bizim yolumuzda bir dağ var. Çətinliklə gələr keçər oradan adamlar. O dağı sən yarıb yol açmalısan. Olsun gediş-gəliş bir qədər asan. Şirin hörmətinə, şirin eşqinə, and olsun, yaxşı and içirəm sənə. Əgər istəyimə əməl edəsən, səni öz arzuğa çatdıraram mən. Hazıram, yolumda bu dağı özüm qaldıram.
Bir şərtim var. Dağla döyüşəcəksə, şah da işini sona yetirsə, onu da şah da mənə razı salaram. O şirin şəkərdən əl çəksin gələr. Şah hissləndi. Bu söz qızdırdı onu. İstədi Fərhadın vursun boynunu. Dedi. Xosrov şərtdən qorxan deyildir. Qırılası daşdır, torpaq deyildir. Bilirsənmi? Xosrov boz deyil qarı. Məhv etdi Fərhadı bir qoca qarı. Quyruq tələ vurdu, göründü burada. Hiləsinə yetdi, hiləcər burada. Bəhrəm Şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə övünərdi. Şahın Fitnə adlı gözəl bir kəniz vardı. Bu qız heç vaxt Bəhrəm Şahın ovçuluq məharətini tərifləməzdi. Səbəbini soruşanda isə deyərdi. O qədər ov etmirsən ki, artıq quşu gözündə vurmağa öyrəşmirsən. Axırda Bəhrəm Şah qəzəbləndi. Sərkərdəni çağırıb əmr etdi ki, Fitnənin boynunu vursun. Sərkərdə Fitnəni götürüb yola düzəldi. Yolda Fitnə ona dedi. Nahaq yerə məni öldürmə. Onsuz da gec-tez şər verdiyi əmrə görə peşman olacaq. Onda sənə acığı tutar. Gel, ona de ki, Fitnəni öldürdüm. Əgər bu xəbərə kədərlənsə, deməli peşmandır. Yox, əgər sevinsə, onda qayıt. Onun əmrini yerinə yetir. Yaxşı, gəl sən bir müddət mənim evimdə gizlən. Amma bu sir bizim aramızda qalacaq. Sərkərdə bu sözü deyib şahın yanına qayıtdı. Fitnəni öldürdün mü? Bəli şahım, əmrini yerinə yetirdim. Fitnə bir müddət sərkərdənin imarətində yaşadı. Bir gün sərkərdənin niyəyi balaladı. Fitnə buzovu 3-cü mərtəbəyə qaldırıb, orada yedizdirirdi. Artıq buzov da Fitnəyə isinmişdi. Bir gün buzov damaya, dama üçüzə çevrilir. Lakin Fitnə hələ də onu düz 3-cü mərtəbəyə qaldırırdı. Bəldi də gözəldir, necə qəşəngdir. Yazı da, qışı da, güldür, çiçəkdir. İyulda dağlara lalələr səpər. Qışını, baharı, nəsimi öpər. O yaşı, meşəsi cənnətə bənzər. Şən ətəklərinə bağlamış görsən. Söydülür çöllərə vermişdi zinət. Ağ bağı elə bir həqiqi cənnət. Qırqovul yuvası hər səhv ağacı. Oxuyur, kekliyir, ötür turacı. Səssizlik içində dincə gülşən. Torpağı silinmiş qayğı kədərdən. Reyhanı yaşıldır illər uzunu. Hər cüzdan naz neymət bürümüş onu. Yem üçün gələn quş bu diyarda. İstəsən quşsudur, taparsan burada. Bu şad ölkə kimindir, kimin? Kim burada padşahlıq edir, söyləyin. Hökümdarım, deyilənə görə bu ölkənin hökümdarı bir qadındır. Adı da Nüşabədir. İskəndər hökümdar paltarını qoyub, elçi paltarı giyinərək hökümdarın hücumuna gedir. Ey şöhrətli dünyanı tutar, ən adlı kəslərə meydan oxuyar. Nə üçün çevirdi bizdən gəldi, hüzura gəlmədin, ammadın məni. Bu gözəl ölkədə mən ki yol aldım, öz dövlət kölgəmi üstünə saldım. Qapıma neçin baş vurmadın bir an, neçin məni çevirdin yolundan. Könlümü alırsan meyvə, şərabla, aldanırsan noğud, reyhan, kababla. Etdiyim bu işlər qəbuldur ancaq, doğru fikirlərdən gəl olma uzaq. Qəbul olarkən səhər çox erkən, şahid dərgahına sən də gələrsən. Ey cəsur padişah, eşq olsun sənə. Elçilik edirsən özün özünə.
Mənə saf ürəyim söyləyir belə, bu başlar şahanə uca sayəndə. Bir elçi deyilsən, hökm verənsən, göndərilmiş deyil, sən göndərənsən. Peyğamın qılıncdır qoparır başlar, səndən başqa bunu mənə kim vurar? Söz atma İskəndər qılıncından sən, özünə çarə tap, İskəndər sənsən. Məni çağırarkən toruma düşdün, gözünü yaxşı aç, sən bir düşün. Taleyim gətirmiş səni bu taxta, eşq olsun dövləti düşünən vaxta. Hə, əzizlərim, nağıllarımızın sonuna gəldik. Göydən üç alma düşdü. Biri nağılın dinləyəni, biri nağılın qəhrəmanlarını, biri də nağıl söyləyəni.